Salam hörmətli takipçilərim. Sizin xahişinizlə bu videonu çəkirəm. E, Kuantum enerji işlədən və yaxud da kuantum enerjini bilən insanlar bilir ki, həyat bir frekansdan ibarətdir. İstər səsimiz, istər musiqilər, istər yazılar, rəqəmlər, hərflər və nə varsa, daş, divar, nə var ətrafımızda gördüyümüz canlı və cansız fərqi yoxdur. Hamısı frekanslardan ibarətdir. Yəni titreşimlərdən ibarətdir. Bu bir fizika qanunudur. Takipçilərimin istəyinə uyğun olaraq bugün rəqəmlər, Qrabovoy rəqəmlərindən 2 dənə rəqəmləri sizə verəcəm. Niyə? Çünki bu bir ən önəmli məsələdir ki, istər-istəməz hər kəsin evində, ailəsində yüngülvari olsa da dava-dalaş, söz-söhbət olur. Bunun olmamağı üçün mən sizə hal-hazırda rəqəmlər deyəcəm. Həmin rəqəmləri asta-asta deməlisiniz, tək-tək deməlisiniz. Dava gərginliyi azaldan rəqəmi hal-hazırda sizə təqdim edirəm. 2, 8, 5, 5, 5, 9, 0, 1. Sonra bir qədər keçdikdən sonra ayrılıqda qısqanclıq hissini neytrallaşdıran, yəni bu da ən populyar mövzulardan biridir ki, gənc ailələrdə, ailələr arasında həm kişi, həm qadın arasında gərginlik və yaxud da qısqanclıq baş verir. Qısqanclığın neytral şəkildə qalması üçün bu rəqəmi sizə izah edirəm. 5, 4, 8, 4, 9, 1, 6, 9, 8, 7, 1, 9. Bu rəqəmləri yazırsınız hər hansı bir ağ vərəqin, A4 vərəqinin üzərinə və 21 gün boyunca hansı rəqəm, evinizdə sizə hansı rəqəm lazımdır, gərginlik nə ilə bağlıdır, qısqanclıqla mı, dava ilə mı, həmin rəqəmləri çalışın, əzbərdən öyrənəsiniz. 21 gün ağ vərəqi açırsınız, hər gün 3